Müsahibim Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadədir. Rusiya Prezidenti Vladimir Putinin son mətbuat konfransını əvvəlki mətbuat konfransları ilə necə müqayisə edərdiniz? Birincisi, mahiyyət etibarı ilə demək olar ki, heç bir şey ilə fərqlənmir. Təzə heç bir şey Putin demədi. Xarici siyasətdə, daxili siyasətdə heç bir yenilik olmadı. Lakin fərq ondan ibarət idi ki, Putin xalqa gözlədiklərini demədi. Ona görə ki, bilmirdi. Putinin gələcəyə proqramı yoxdur və Rusiyanın onun siyasəti nəticəsində düşdüyü böhrandan necə çıxacağını da bilmir. Putin də bunu gözəl nümayiş etdirdi. Nümayiş etdirdi ki, bilmir nə vaxt bu böhran qutaracaq, ən azı 2 ildən sonra onun dediyinə görə. Bu da o deməkdir ki, əgər iqtisadiyyat bu sürətlə çöksə, rubl məzənnəsini bu sürətlə itirsə, bütün xalq ağır vəziyyətdə olacaqdır. Bu xalqa nə cür kömək etmək, nə etmək? Bunların heç birisinə Putin cavab vermədi. Bəs xarici siyasət kursu ilə bağlı daha hansı yenilikləri dedi? Putinin vəziyyəti ağırdır. Çünki xarici siyasətdə Putin böyük səhvə yol verdi. Ukraynaya hücum, Krımın ilhaqı, Ukraynanın cənub-şərqində müharibə etməsi və bunu danması. Yəni bu, bilirsinizmi, tamamilə çürük və tamamilə mənasız bir xarici siyasətdir və Rusiyanı bir aqressiv imperiya kimi ifşa edən bir siyasətdir. Bunların hamısında da inkar etdi. Rusiyanın orada müharibə aparmağını inkar etdi. Krımın ilhaqına bəraət qazandırdı. Yəni yeni burada heç bir şey olmadı. Ona görə də Rusiyanın əleyhinə olan sanksiyalar davam edəcəkdir. Rusiyanın iqtisadiyyatı da çökməyə davam edəcəkdir. Əgər 2008-ci ildə ya ondan əvvəlki böhranlarda rubl aşağı düşdü, Rusiya böhrandan bir təhər çıxdı, indi vəziyyət bambaşqadır. İndi vəziyyət elədir ki, Rusiyanın Avropa ilə, Amerika ilə deməli, iqtisadi ilişkiləri ona gətirib çıxarır ki, bunsuz Rusiya yaşaya bilmir. Eyni zamanda da Rusiya Amerikanı da, Avropanı da müharibə ilə hədələyir, nüvə silahı ilə hədələyir və onlar da belə dövlətə sözsüz ki, heç bir yardım etməyəcəklər. Putinin son çıxışı daxili siyasətlə bağlı nə dedi? Rusiyanın daxili siyasətinin gələcəyi necə olacaqdır? Sovet İttifaqı çökəndə bəzilərində belə bir deməli, ümid yarandı ki, bəlkə Rusiyada demokratikləşmə prosesləri getsin. Və bir balaca Yeltsin dövründə belə deməli, demokratikləşməyə oxşayan deməli, addımlar oldu. Lakin imperiyada demokratikləşmə mümkün deyil. Putin də KGB-çi kimi, çekist kimi dövlət başına gələndə o rüşeymlərin hamısını məhv etdi. Deməli, Rusiya inkişaf etmək üçün gərək orada qanunun aliliyi olsun, demokratiya olsun, biznesə azadlıq olsun, xalqa azadlıq olsun. Bunların hamısını çıxanda ölkə çökür. Deməli, bunları verəndə imperiya çökür. Bunları verməyəndə, bunları verməyəndə də yenə də imperiya çökür, bilirsiniz. Ona görə Putinin və onun administrasiyasının vəziyyəti çıxılmazdır. Və bu imperiyanın çökməsi də qaçılmazdır, olacaqdır. Vladimir Putinin son bəyanatları ilə Azərbaycan dövlət rəhbərlərinin bəyanatları üst-üstə düşür təxminən. Azərbaycan vəziyyətdən çıxış üçün nə etməlidir? Bilirsinizmi, bu cür Azərbaycanda bu cür bəyanatlar ya bu cür siyasət heç də təəccüblü deyil. Niyə görə? Ona görə ki, Rusiyada, Azərbaycanda, Qazaxıstanda bütün keçmiş, deməli, indi müstəqil amma keçmiş Sovet Respublikaları hamısı Rus imperiyasının bir hissələri idi. Ona görə, məsələn, Azərbaycanın siyasəti ilə Rusiyanın siyasəti arasında ya Qazaxıstanın, ya Tacikistanın oxşarlıqlar var. Çox böyük, bəlkə də eyniliklər var. Ona görə Rusiya, deməli, böyük böhran qarşısındadır və o böhranın nəticəsi bütün keçmiş MDB, deməli, ölkələrinə böyük təsir edəcəkdir. Rusiyadakı dəyişikliklər buna da, deməli, təsir edəcək.